qəhvə yığını. Heyvanat iki hissədən ibarətdir. Ya qəhvə olmalısan ya da peysər. 4 qanun var demək Donduran dağı, Sihbastı səhrası, Döşərası kəndi. Bu testlərdən keçməyən ev əlində 4 kilo daşşaqla gedəcək. Başa düşdünüz? Və sizə öz gözəl sikim nəticəmizi göstərmək istəyirəm. İlk 90 polisi poxsuz sizə təqdim edirəm. Tosub, papaya matı vermirsən? Papa səni çox istəyir axı. İncə sikimi raqatqaya qoy, gözünü atacağım. Dostlar, qəhbələr, cinayətkarlar, göçkən aylar, hələ trans şəhzadədən danışım. Qəhbəni qaldırıb qoyublar dağ başına. Elə bil dünənə qədər tində alma satan Rafiq bu döyüldü. Şirinlər düz deyir, 40 dənə qəhbə yığılsa, onun kimi peysər doğanmaz. Ona görə də sənə bir dənə bomba məsləhətim var. Qayıt fermanda Markovun əş. Didava, yəqin ki görüşmərik. Götünü sikərlər. Bir evə. Gecə ləzzətini Nəşəni çəkdim. Ürəyi yumşaq ol. Ay polis bu nədir? Maşınımda yekə ştraf qoyubsan. Mamam deyir ki, xistəyinə beton sıçacam. Həmsiniz kim? Niyamətli Musayevin diskləri. Ondan sonra Üzeyir Mehdizadəyə qulaq asardı. Bu nə disklərdir? Cəmşid, necəsən? Cümşid, sən necəsən qaqaş? Keyfin əhvalın? Nə var, nə yox? Deyirəm, bəlkə siz bizi, biz də sizi gördüyümüz onda. Hə? Nə deyirsiniz? Yox da. Mən sənə inanıram, Diriş. Səni aləmin içinə saldım. Səninlə çörək kəsdim. Rəhmətlik nənəm sənə süzmə xəngəl zad pişirirdi. Sənin sağolun nə oldu mana? Amcıq tükündən xalça mı? Adırış. Ceyran tükünün əvəzinə. Sən get. Ay bilə. Qaqa, gəl öz dilimizdə danışaq. Kim gəlmişin də var yoxun o birisi. Ay bilə. Saat dedim axı, gəl öz dilimizdə danışaq. Gördün nə tez pişiyə döydün. Ay, kimsən məktəbdə bulqarıb verənlərini? Sən ölənlərin bəzəri qəbri buraxma məni. İndi buraxacam. Nə? Buraxma demədi? 1 2 Sənin götünü sikim eləmə. Oy, Qudrat, sox cinə. Bir də komsul. Acıqlar, mən döydüm. Kiməsə yenə pas salıblar. Batsınız kim? Maraqlıdır, həyəcan siqnalını. Bəs sən bu siki oxşayan başınla fikirləşməyibsən ki, şəhərin meri yarı mən də yırtıcılardanam. So, meydik. Bizi sikib çox günlə qoyacaqlar. Göt deşiyinin 30 cm-lik enlənməsi nəticəsində xəstəxanaya qaldırılan maralın götdən qan axması dayanmır. Onu sikən ayının isə vəhşiləşdiyi deyilir. Polis serjantı Poxsun verdiyi məlumata görə isə vəhşiləşməyə ancaq yırtıcı heyvanlar aiddir. O, hər kəsi diqqətli olmağa çağırır. Ay ananızı sikim, neçə dəfə demişəm bu qara sürək otu bitən yerdə qaçmayın. Bu səfər mən əmməyəcəm, dilim yara bağlayıb uşaya.